Yazıya pozu yoxdur deyirlər. Yaxşı ya pis, nə yazılıbsa qalasıdır. Bəhs etdiyimiz mövzular günümüzün yazılarıdır. Gəlin birgə yozaq, həqiqətə daha yaxın olaq. Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü həm söhbətim tanınmış araşdırmacı jurnalist Şahin Nəcəflidir. Şahin bəy, xoş gəlmisiniz. Xoş gördük, hər vaxtınız xeyir. Tamaşaçılarımıza salamlayıram, gözəl yayımlar arzulayıram sizə. Təşəkkür edirəm. Siz ictimai siyasi səpkili söhbətlərlə demək olar gündəmdəsiz. Əsasən cəmiyyəti maraqlandıran, cəmiyyətdəki bu gərginlikdən, iqtisadiyyatdan, siyasətdən bəhs eləyən təhlilli verilişlər edirsiniz, çıxışlar edirsiniz və bugün də elə çalışacağıq ki, biz bizim bu cəmiyyəti daha çox düşündürən, daşındıran məsələlərdən danışaq. Bu məsələlər də bir deyil, iki deyil. Elə biz ona görə ümumi o konturların cızanda dedik, ictimai, siyasi və iqtisadiyyat yönümlü. Çünki cəmiyyətən çox bu məsələlər gəlin razılaşaq ki, düşündürür. Ölkənin mənzərəsi necədir? Bu biraz bəlkə də ritorik sualdır, amma məncə bundan bir körpü salıb başlaya bilərik. Rüstəm Beyirdin bir şeiri var, deyir halımız məmləkətin halı. Lenin də deyirdi bir addım irəli, iki addım geri. Bu gün cəmiyyətin iqtisadi mənzərəsini təhlil etsək, elə buradan giriş eləyək. Halımız məmləkətin halı, bir addım irəli, iki addım geri. Biz o gün öz aramızda söhbət eləyəndə çox vacib məsələlərə, məqamlara toxunduq. Çoxlarının bəyənmədiyi Sovet dövründə hər şey bir sistemli şəkildə həyata keçirilirdi. Yəni, kənd təsərrüfatı var idi, kənd təsərrüfatının sənayeləşməsi tərəfi də nəzərdə tutulurdu və bu çox yaxşı işlənmişdi o dövrdə. Bugün necədir? Yəni, deyə bilərikmi ki, biz Sovetlə müqayisədə, halbuki indi yeni şərtlər daxilində bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə çalışmalıyıq, dünya ilə ayaqlaşmalıyıq, amma müqayisədə, biz əvvəllə müqayisədə irəlidəyik, yoxsa ondan hələ görüb götürəcəyimiz, öyrənəcəyimiz şey var keçmişdən? Təşəkkür edirəm, yaxşı tərəfdən başladınız. Əslində, Sovet hökumətini indi biz tərifləmək istəmirik, amma bax, bir planlı iqtisadiyyat var idi. Bəli. Sovet hökumətinin vaxtında dövlət insanların siyasi azadlığını məhdudlaşdırsa da, təhsil, səhiyyə, məişət, sosial problemlərini üzərinə götürürdü. Yəni, adamlar işləyirdi, ev ala bilərdi, məktəb pulsuz, bağçası pulsuz, deməli, mütləq işdən hamı təmin olunurdu filan. Evet. Yəni, insanların Sovet hökuməti siyasi azadlığını alsa da, məişət, təhsil, sosial problemlərini üzərinə götürürdü. Amma indi bir fərqli bir situasiya yaranır. Hökumət hər şeyə səlahiyyət istəyir, heç nəyə məsuliyyət daşımaq istəmir. Yəni, problem oradan qaynaqlanır. Və yaxud da bizim kənd təsərrüfatında geriləmələrimizin səbəbi nədir? Biz niyə? Deməli, Sovet hökumətinin vaxtında kəndin inkişaf konsepsiyası savxoz və kolxozların üzərində idi. Savxoz və kolxozların konserv zavodu var idi, şərab zavodu var idi, texnika parkı var idi, kitabxanası, klubu, ambarları, hər şey var idi. Biz yəni bunu dağıtdıq, müstəqil Azərbaycanın kənd konsepsiyası yoxdur. Yəni, savxoz, kolxozu dağıtdıq, torpaq islahatı elədik və bu gün 30 il deməli, çox bir vaxt keçdə də deməli, müstəqil Azərbaycanın kənd konsepsiyası yoxdur. Biz kəndi necə inkişaf elətdiririk? Sovet hökuməti kolxoz, savxozun üzərində inkişaf elətdirirdi. Biz indi necə inkişaf elətdirməyi düşünürük? Hər yer 2-3 hektar yer verməkdən kənd inkişaf eləməz ki. Və ona görə kəndlərdə geriləmələr başladı. Biz 1900-cü illər deyək, əvvəlində də aqrar ölkəydik. Bu gün 2026-cı ildə də biz aqrar ölkəyik. Yəni, kənd təsərrüfatını sanayləşdirə bilmədik. Sovet hökuməti müəyyən qədər sanayləşmə eləmişdi, onu da dağıtdıq, yenisini də qurmamışıq və yenidən biz deməli geridə qalmış az qala bir aqrar ölkə səviyyəsinə düşmüşük və ona görə də hər il qida asıllığımız hər il daha da artır. Aqrar ölkə də deyilik. Yəni, o adı da tam doğrultmuruq. Tam normal bir şəkildə aqrar ölkə olsaq, məsələn, Hollandiya kimi, keçmiş SSR məkanı deyil, Belarusiya kimi, ən azından bizim o dediyiniz iqtisadi asıllığımız bugünkü səviyyədə olmazdı.
Yəni bax Hollandiyanın 18 milyon əhalisi var. 40 min kvadrat kilometrdən biraz artıq ərazisi var. Azərbaycanın yarısı qədər torpağı var. 18 milyon əhalisi var. Deməli Hollandiya 100 milyardlıq deməli xarici ixracatı var kənd təsərrüfatı məhsullarında. Və bütün malları dünyada markadır. Azərbaycan da deməli iqlim şərtlərinə görə, torpağına görə, yerləşdiyi coğrafiyaya görə Allahın deməli bu xalqa bir hədiyyəsidir. Yəni ən gözəl bir coğrafiyada yaşayırıq. Qarabağın işğaldan azad olunmasından 100 min hektarlardan ən bərəkətli torpaqlar, sulu torpaqlar yenidən Azərbaycana qaytarıldı və buna baxmayaraq bizim deməli qida asıllığımız hər il daha da artdı. Bununla bağlı bilirsiniz hesabatlar olmalıdır. Vətəndaşın yoxsullaşmasıyla bağlı ki, niyə Azərbaycan vətəndaşı gün-gündən yoxsullaşır? Niyə biznes imkanları bu qədər daralır? Rusiyada 3 milyondan yuxarı Azərbaycanlı var. Yəni bu ciddi şəkildə təhlil olunmalıdır və mütləq. Bax 3 milyondan yuxarı Rusiyada Azərbaycanlı yaşayır. 2 milyon 500 minə qədər Ukraynada Azərbaycanlı var idi. İndi müharibə gedir. Siz iqtisadi komanda hesabat verməlidir ki, o 3 milyon Azərbaycanlı müharibə gedən ölkədən neçə nəfər Azərbaycana investisiya getdi? Yəni Azərbaycan investisiyası üçün oradakı gərginliyə görə bəli, Ukraynada, Rusiyada nə qədər adam bura investisiya getdi? Əlbəttə gərək bura investisiya üçün cəlbedici olsun ki, insanlar bura can atsınlar. Məsələn, o vaxt Türkiyədə yoxsulluq var idi, kasıblıq var idi və Almaniya işçi qüvvəsi lazım idi. Almaniya böyük bir işçi qüvvəsi getdi. Və bugünkü Türkiyə sənayesinin əsasını həmən Almaniyaya gedib çalışanlar yaratdı, qoydular. Onlar deməli Almaniyaya getdilər, həm Almaniya sənayesindən təcrübə öyrəndilər, həm də pul qazandılar. Və yenidən Türkiyəyə qayıdanda puldan və təcrübədən qayıtdılar. Və Azərbaycanın deyirik regionlarımız boşalır, işsizlik var. Hər bir regionda Azərbaycanın, Şəmkirdən tut, Balakən, nə bilim Masallı, Lənkəran, Quba yüzlərdən, minlərdən uğurlu Rusiyada, kənar ölkələrdə uğurlu bir iş adamları var. Yəni onlara vaxtında şərait yaradılsaydı, onların hüquqları qorulsaydı, Azərbaycan investisiya üçün cəlbedici olsaydı, bu gün regionlar yenə də Bakıdan daha güclü olardı. Hər kəs öz bölgəsi, yaşadığı bölgəyə qazandığı puldan investisiya eləsəydi və halbuki o adamlar burada o xoş sifəti görmədilər, investisiya mühiti görmədilər. Azərbaycana, vətənə qaydanda 100 cür problemlərlə qarşılaşdılar. O bayaq dediyi planlı Sovet təsərrüfatında bir kənd konsepsiyası var idi. Amma bizdə hələ də o kənd konsepsiyası yoxdur. Ona görə də o vaxt, necə deyərlər, şəhər adamının yaxşı mənada kənddən asılılığı var idi də. Əlbəttə, yəni bu günləri bax təsəvvür edin ki, amma indi kənddəki yaşamaq üçün çıxış yolunu şəhərə gəlməkdə görürük. Siz kənddə yaşamaq üçün səbəb olmalıdır. Bu gün elm, məsələn, sosiologiya sübut eləyir ki, insanın yaşadığı ortam onun xoşbəxt olmasında 14-16% rol oynayır. Əgər kənddə yaşayan milyonluq evdə yaşa, bayıra çıxanda ayağın palçığa batırsa, bayıra çıxırsan qaranlığa düşürsənsə, hər tərəf qaranlıq, ayağın palçığa batır, o mənim xoşbəxt olmama mane olur. Bilirsiniz, müasir kənd konsepsiyası olmalıdır. Artıq insanlar məcbur deyil ki, əvvəlki qaydada deməli, ağır şərtlərdə yaşasın. Kimin günü harada xoş keçirsə, ora can atacaq. Bu gün Azərbaycanın deməli, regionların sosial-iqtisadi inkişafı proqramına son 30 ildə Prezidentin 3 proqramı olub. Birbaşa və ya dolayısı 120 milyarddan yuxarı pullar xərclənib. 3 proqramı. 120 milyardın qarşılığında regionların büdcədə payı 4% keçmir. İnsanlar da bir dəfə həyata gəlib, pul harada var, harada dolanışıq var, ora can atacaq. Deməli, bu məqsəd yönlü xərclənməyib də. Bəli, proqram üzərində xərclənməyib, mərmərə daşa veriblər, parka veriblər, insan amili həmişə insan faktoru arxa plana keçib. Bərbəzək adamdan qabaqdadır həmişə kimi. Siz Şeyx Ədəbalının sözünü mən yenə xatırladıram ki, insanı yaşat ki, devlət yaşasın. Evet. Azərbaycan son 2-ci Qarabağ savaşında böyük bir qələbə əldə elədi. Və o qələbənin təməlində nə dururdu? Ali Baş Komandan, Milli Ordu, Azərbaycan əskəri və Azərbaycan xalqı.
O üçünün vəhdəti dəmir yumruq kimi qələbəni şərtləndirdi. Yəni, Ali Baş Komandan, Azərbaycan əskəri və Azərbaycan xalqı. O həmrəylik, o birlik, o ruh bizə o qələbəni qazandırdı. Bu gün də mən hesab edirəm ki, Azərbaycan iqtisadiyyatını qaldırmaq üçün cəmiyyəti, Azərbaycan Respublikasını, Cənubi Qafqazın sözün həqiqi mənasında lider dövlətinə çevirmək üçün o vəhdətə ehtiyac var. Azərbaycan vətəndaşı ayrı-ayrı məmurun yeminə çevrilməməlidir. Və bu gün qəbul olunan bütün qərarlar, bütün cərimələr, bütün cəzalar hamısı vətəndaşa yönəlikdir. Milyarda aparan, oğurlayan məmurdur, cərimələr, cəzalar kəsilir vətəndaşa. Bax, indi yenə sosial şəbəkələrin hesablama palatasının hesabatlarına baxırıq ki, Gömrük Komitəsində yeyinti var, təbibdə yeyinti var, nə bilim, Gəncə İcra Hakimiyyətini yoxladılar, yeyinti var. Hamısı da 10 milyonlardan gedir söhbət. Bütün dövlətdən maliyyələşən qurumlardan hamısında. Bax, düşüblər vətəndaşın arxasınca 10 manat, 20 manat, orada cəza yaz, burada cəza yaz. Yazın cəzanı, aparın verin o məmura 10 milyon, 20 milyon. Onların kisələrinin başı arımsıqdır. Necə ola bilər bütün cəzalar, cərimələr hamısı vətəndaşa yönəlik olsun? Başlayırıq deyəndə vətəndaşdan başlayırıq. Yəni, niyə bu xalqın canından çıxmalıdır? Əlbəttə, yəni oğrayan xalq deyil ki, xalqın da günü göz qabandadır, məmurun da göz qabandadır. Gedin oğrunu axtarın da, o xalqın... Siz, o Xruşov, Brejnev o vaxtı Samaraya gedir, fabrikə. Tokardan soruşur ki, maaşı nə qədərdir? Deyir, 280 manat. Deyir ki, yəqin 280 manatdan da olan olmaz, yəqin çaxçıqın da olur. Bilirsiniz, bəzən dövlət elə məsələlər var ki, görməzlikdən gəlməlidir. Vətəndaşın dolanışına mane olmamalıdır. Vətəndaşın dolanmağı özü bir dövlət üçün qazançdır. Elə bir sosial təbəqələr var ki, şərait yaratmalıdır. Bilirsiniz ki, yəni vətəndaşın ayaqda qalmağı özü dövlət üçün bir qazançdır. Vətəndaşın, bilirsiniz, bax, bu günləri deyək, kənd təsərrüfatı vergidən azaddır. İnsanlar gəlir kənd təsərrüfatına 20 manata günü çalışır. Fəhlə gəlir 20 manata bir bağda çalışır. O 20 manatın 4-5 manatı qazel şoförünədir. Onu gətirir ora, evindən götürür, gətirir sahəyə, sonra da aparır. O hər bir fəhlədən 5 manat pul alır. 1-2-3 manat onun qidalanmasıdır. 2 manat 50 qəpik, 60 qəpikdə siqaret pulu eləyəndə, yəni bir insan fəhlə çalışan ki, 10 manat, 11 manat evinə 8 saat ərzində pul aparır. Onun çoxu, əksəriyyəti sosial yardım alanlardır. Məsələn, heç istəmir ki, adı iş yerinə düşsün. 350 manat verirsən, gəlir kimisə bağında işləyir, əlavə qazanc əldə eləmək istəyir. İndi vergi filan, həmən o 10 manatın arxasınca düşür ki, orada mada pay verir. Yəni, insan dolanır. Mən o mənada gözür. Bilirsiniz, şərtlərə görə bu dəyişir. Bəzən o vaxt yazda gəlir Bakı şəhərində dəmir putkalar var idi. Yəni, heç vaxt onlara daşdan tikilməyə icazə vermirdilər. Niyə vermişdilər? Küçə ticarətinə niyə icazə vermişdilər? Bilirsiniz, o Heydər Əliyevin bir növ, deyək, tapşırığı idi ki, insanlara dəyməyin, qoy dolansınlar. Ölkəmizdə çətinlik var və bunları dövlət də anlaşıqlı yanaşmalıdır. Necə ki, vətəndaş dövlətin yaratdığı problemlərə, dövlətin aşa bilmədiyi çətinliklərə anlaşıqlı yanaşır, dözür ki, biz keçid devrindəyik, biz müharibə aparırıq, dövlətimizin çətinlikləri var. Dövlət də o cür vətəndaşın çətinliklərinə göz yummalıdır yeri gələndə, anlaşıqlı yanaşmalıdır, əlinə qılınc alıb vətəndaşın üstünə düşməməlidir. Elə sözünüzə qüvvət, o vaxt rəhmətli hakimiyyətə gələndə ilk illərdən görün necə belə düşünülmüş bir siyasət yürütdü ki, bütün əvvələ imkanlı əllərdə olan pullar üzə çıxsın deyə. Dedi, hamı alış-verişlə, ticarətlə filandan məşğul olsun. Niyə? Həm əvvəla cəmiyyətin məşğulluğu yaranır, başı qarışır, həm də bütün pullar dövrüyə çıxır. Bir də siz ailə kiçik təsərrüfatlarına dəstək verilmədən biz uğur qazana bilmərik. Yəni, bax, bu gün bizim iqtisadi asıllığımız niyə artdı? Yeni komanda, iqtisadi komanda daha böyük şirkətləri qurdular, aqroparklar yaratdılar və ailə kiçik təsərrüfatları diqqətdən kənardan qaldı və biz iflasın həddinə gəldi.
Və indi o qida asılılığımız artmasının ən böyük səbəbi odur ki, ailə kiçik təsərrüfatları dəstəklənmədi. Rayonlardan, kəndlərdən köçün səbəbi odur ki, ailə kiçik təsərrüfatları dəstəklənmədi. Başlı-başına buraxdı. Onların bu gün bax kənd təsərrüfatının dövlətin çox ciddi dəstəkləri var. Amma o dəstəyi böyük şirkətlər əldə edə bilir. Kəndçi məsələn bankdan güzəştli kredit götürmək istəyir, deyir Bakıda mayev ver. Texnika götürmək istəyir, 100 problem çıxır. Bu gün bütün örüş sahələri deyək, hamısı zəbt olunub hansısa məmur tərəfindən. Təcrid oliqarxların əlində. Bəli, örüş sahəsi yox, otlaq sahəsi yox. O deməli vətəndaş o heyvanını harda saxlamalıdır? Biri müraciət edir sosial yardım üçün ki, mən 2 uşağım var, dolanamıram. Sosial yardımda 2 dənə, 3 dənə qoca nəyə verir ki, ala bunu da verdim sana. Mən deyirəm 2 uşağımı saxlayamıram, sən bana 10 dənə dişi yox, qoyun veribsən, 2 dənə də qarnı yırtıq inək veribsən ki, ala buna da bax. Biz bu milləti sarmaqdır. Hər şeyin, kəndçinin bir uğur hekayəsi yaradılmalıdır. Bizim, məsələn, deməli, ahalinin az qala 38% kənd təsərrüfatına məşğuldur. Azərbaycan Kənd Təsərrüfatı Naziri portfelsiz nazirdir. Heç bir səlahiyyəti yoxdur. Portfelsiz nazirdir, onun heç bir səlahiyyət yoxdur onun əlində. Və rayonlarda kənd təsərrüfatı idarələri var. O kəndçinin ən yaxın, deməli, dostu olmalıdır. O idarələrə dəstək verilməlidir. Oranın laboratoriyalar qurulmalıdır. O kəndçi üçün konsepsiyanı onlar verməlidir ki, bax sən toyuq saxlasan, neçə ədəd toyuq uğur qazan, sən oradan yumurta saxlamaq istəsən, necə nəticə əldə edə bilərsən, neçə qoyunda artıq gəlirə çevrilə bilərsən. Əməyin dəyəri yüksəldilməlidir. Bu gün 2026-cı ildə bağda işləyən fəhlə 1 manat 50 qəpiyə saatı işləməməlidir. Bax, bu gün yəqin sosial şəbəkələrdə qarşınıza çıxır, 1000 tondan soğanı tökdülər çölə. Əkinçi onu əkdi, becərdi, setkiyə yığdı, qoydu və o 1000 tonlar töküldü çöllərə. Və bir adam narahat olmadı, bir adam onu müzakirə eləmir. Amma bu gün bazarda 50 qəpik bir kartofun qiyməti qalsın, ağıllı hamı danışır, filan ət bahalaşdı. Heç kim hesablamır ki, o ətin maya dəyərini içədi, kartofun maya dəyərini içədi, o çölə tökülən soğanın maya dəyərini içədi ki, onu tökdülər çölə. Onun xaricdə bazar tapılıb verilmədi. Əvvəl, məsələn, 2 il qabaq o Türkiyədə göndərdilər soğanı, əksində soğan niyəsə əkildi. Sonra qida zat hərəsi bir problem yaratdı, onun deməli ixracatın qabaq qarşısında maneələr yaradıldı. Qaldı əllərində. Nə qədər broker tutdular ki, təbii, güya ki, kənd təsərrüfatı məhsullarında mal gedib, pul qayıtmayıb. Biz xalqdan, deməli, cəmiyyətdən yuxarıdakı hakimiyyət eşalonunda olan insanlar eyni dildə danışmır. Evet, çox təəssüf ki, bu ən problemləri biz ciddi çatışmazlıqdan biridir. Deməli, yeganə barometr nədir? Nə bilim, şəhərdə hara getsə maşın əlindən tərpənmək olmur. Niyə? Restoranlarda, nə bilim, oturmağa yer yoxdur. Bakı şəhərində restoranın oturma masası olsun, 30 min masa olsun da. O göstəricidir. Lap 100 min də olsa. Bilirsiniz, problem nədir? Hakimiyyət deyir, hamı kef eləyir, müxalifət deyir, hamı acından ölür. Nə hamı acından ölmür, nə hamı kef eləmir. Bunlar hamısı müzakirə olunmalıdır ölkədə. Bilirsiniz, kef eləyən adamlar da var. Orta dolanan adamlar da var. Çox ciddi problemləri olan adamlar da var. Bax, bu gün hakimiyyətdə, hökumətdə xeyli ixtisarlar gedir. Hər bir, deməli, neft şirkətindən tutmuş, bütün sektorlarda, deməli, yuxarıdan bir yol tapıblar da. Onun yaxşı da bir adım tapıblar. Optimallaşma. Bəli. O, bilirsiniz, o nəyə oxşuyur? Deyir, o, babam bizdi, kündəni sayır, nənəm də bizdi, kündədən kəsir. Kündədən kəsə-kəsə bizə sayı düz olsun. Hesabat verəndə saydan əskilmə olmasın. Bizim bu, yaxşı, onda heç olmasa özəl iş sektorlarına dəstək verməlisiniz. Xüsusi proqramlar həyata keçməlidir ki, işdən ayrılanlar onlara güzəştli kreditlər təklif olunmalıdır, gözlərinin biznesini qursunlar. Onların açılımı üçün şərait yaradılmalıdır. Yeni bazarlara çıxış üçün şərait yaradılmalıdır. Və bu koordinasiya şəklində olmalıdır. Dəyər zənciri düz formalaşmalıdır. Azərbaycanda sanki şeydir, başqa-başqa elə bir hökumətə qulluq edən bir nazirliklər var. Heç kim eşitmir. Heç kim qapalı bir zəncir qurmaqdan, burada zəncirin neçə halqası yerində deyil. Bir yerdə zincir qırılanda uğursuzluğun başlanğıcı olur. Yəni, Azərbaycanın çox böyük potensialı var, çox böyük. Bu gün Azərbaycan
qlobal bir siyasətdə əsas bir aktyora çevrilməkdədir. Yəni Azərbaycan bir prizmadan baxanda Azərbaycan siyasəti I hərfi görsənir. I hərfinin böyüyü yazılmır. Amma bu gün Azərbaycan sözün həqiqi mənasında, yəni birinci bizim regionda gedən proseslərə görə, ikinci Azərbaycanın yürütdüyü xarici siyasətə görə, tutduğu mövqeyə görə, coğrafi mövqeyə görə Azərbaycan vacib bir dövlətdir, vacib aktyordur. Elə belə kölgədə olan bir dövlət deyil. Bu gün bizim açılım üçün, inkişafımız üçün kifayət qədər səbəblər var. Yəni bu ölkədə iqtisadi geriləmədən danışmaq, yoxsulluqdan danışmaq vallahi cinayətdir. Və bu iqtisadi komanda buna hesabat verməlidir. Yalanlar qurtarmalıdır. Bu ölkənin axırına çıxsa yalan çıxacaq. Aşağı da yalan danışır, yuxarı da yalan danışır. Aşağı bilir ki, yuxarı yalan danışır, yuxarı da bilir ki, aşağı yalan danışır. Bayaq söhbətin əvvəlində bir yaxşı söz dediniz. Hamı səlahiyyət istəyir, amma heç kim məsuliyyət istəmir. Bəli, problem odur. Hamı məsuliyyətdən yayınır. İndi siz demiş, bu milyardlar dağılıb, xərclənib, görün buna görə ciddi bir cəzalanan adam, bir təşkilat varmı? Bilirsiniz, yoxdur. O ingilislərin bir sözü var, deyir, velosiped sürmək üçün onu icad eləmək lazım deyil. Biz kənd təsərrüfatını inkişaf elətdirmək istəyirik. Deyək, Hollandiyanın, İsrailin, başqa ölkələrin ciddi deməli proqramları var. Əldə elədiyi real nailiyyətlər var. Siz nə axtarırsınız? Nə fokus göstərmək istəyirsiniz? Təhsildə uğur qazanmaq istəyirsən, 20 il, 30 il bir təhsildə eksperiment aparmaq olar. Finlandiyanın, başqa örnək ölkələrin deməli təcrübələri var. Niyə yararlanmısınız? Nə icad eləmək istəyirsən? Nə kəşf eləmək istəyirsən? Nə axtarırsan? Bilirsiniz, insana Allah insana bir ömür verib. Devlətin vəzifəsi ondan ibarətdir ki, insan ləyaqətli yaşasın. Hamı qəhrəman olmaya bilər. Mən heç qəhrəman olmaq istəmirəm. Amma hər kəsin ləyaqətli yaşamaq hüququ var. Devlət hər kəsin ləyaqətli yaşamaq hüququnu təmin eləməlidir. Vətəndaş eksperiment, laboratoriya dovşanı deyil ki, hər gələn məmur onun üstündə eksperiment aparsın. Bax, bu gün də güya nəsə islahat eləyirlər, güya nəsə qərarlar verirlər. Heç birinin alt yapısı yoxdur, heç biri əsaslandırılmayıb. Hansısa məmur gəldi, hamını süpürdü töytü eşiyə, güya bu nəsə, o Səməd Vurğunun çil toyuğun tək yumurtası var, əsəri var, yəqin ki, bilirsiniz. Çil toyuq birinci yumurtası olur, bütün kəndi ayağa qaldırır, bir ay qaqqıldır, axırda fındıq boyda bir yumurta yumurtalayır. İndi bu gələn mən ay Oxford'da oxudum, mən Cambridge'də oxudum, ay buna yol verin, bu ingilis dilli gəldi. Qaqqılda ortaya bir dənə fındıq çıxart, görək nə çıxardısan. Alt yapısı yoxdur, bu əsaslandırılmalıdır, müzakirə olunmalıdır. Bu mənim taleyimlə söhbət gedir, bu bizim övladlarımızın taleyindən söhbət gedir. Və yaxud yeni kadr təyin edirsən, bizi dövlət qulluqçusu dövlətin qızıl fondudur. İmtahan verib, 15-20 il təcrübəsi var. Gələn adam heç bir hesabatlılıq olmadan 20 illik dövlət təcrübəsi olan dövlət qulluqçusunu qoyur eşiyə, özünün kirvəsini, qaynını, nə bilim, kimini gətirdi qoydu yüksək vəzifələrə. Görün, təhsil sektorunda nə qədər təhsil aid olmayan təhsil müdürləri var. Tək təhsildirmi? Digər səhiyyədə nə qədər aidiyyətsiz adamlar gətiriblər. Keçmiş, nə bilim, hüquq mühafizə orqanlarında işləyib, pensiya çıxıb, onu bunu gətirib. Niyə bu bunun qudasıdır, bu bunun nəyidir? Qardaş, siz nə istəyirsiniz? İslahat eləyirik, hərə başını saxlasın. Yəni, bir adını qoyun, siz o dövlət ya qanundan idarə olur, ya cəngəllik qanunundan. Cəngəllikdə necədir? Şir gedər ceyran yeyər, dağ keçisi tutar yeyər, quzu yeyər, dovşan gedər kələm yeyər, kök yeyər. Yəni, siz cəngəlliyin qanunu budur da. Bizim şirlər kələm də yeyir, kök də yeyir, badımcan da əkir. Qardaş, nə istəyirsiniz? Nə şir cəngəllik qanunudur, nə dövlət qanunudur. Çox təəssüf. Hədə ya islahat aparaq, ya vətəndaşa mane olmayaq, ya vətəndaşın yanında olaq. Bunun bir adı olmalıdır da. Nə vətəndaşın yanında döyürsən, problem yaradırsan. Nə sırf dövlət marağı ilə çalışırsan. Siz adını qoymaq lazımdır da. Bax, bu qanunlar deyir bir vətəndaşa bu xova çevrilməməlidir. Deyir, ağıllı adam üçün qanun məşğuliyyətdir, axmaqlar üçün məcburiyyətdir. Yəni, qanun bizim inkişafımıza səbəb olmalıdır. Qanunlar bizim həyatımızı nizamlanmalıdır. Xaosa çevrilməməlidir. Cərmiyə, yəni məqsəd vətəndaşın cibinə girmək olmamalıdır. Məqsəd cəmiyyəti nizamlamaq olmalıdır. Maarifləndirmə olmalıdır. Bax, indi bir gün aynanın fəaliyyətə başlayanlar şəhər tıxacın əlində itir batır.
Yəni Cənubi Qafqazda ən az 1000 nəfər, hər 1000 nəfərə düşən maşın sayı Azərbaycandadır. Dövlət olaraq arzulamalıyıq ki, hamının maşını olsun. Qoy arvadın da maşını olsun, ərinin də maşını olsun, övladının da maşını. Nə gözəl. Biz niyə çalışmalıyıq ki, deməli, insanların deyək imkanlarını məhdudlaşdıraq, ya deyək sən maşın almırlar. Nə gözəl. Sən yolu tənzimlə. Sən yolları genişləndir. Sən qayda qanun yarat. Sən ictimai nəqliyyatın nüfuzunu artır. İctimai nəqliyyatı əlçatan elə. Yoxsa ayna oranı xəttə, buranı xəttə ayna fəaliyyətə başlayandan şəhərdə tıxac artıb. Mən sizə əmin edirəm, aynanı aparın Gədəbəyə, Lerikin dağ başına ora deməli təhkim eləyin. Problem orada da olacaq. Əlbəttə, siz sabah Lerikin dağına gedəcəksiniz, orada tıxac var. Yəni bunların məqsədi yoxdur ki, tıxac problemini həll eləsin. Əsaslandırmadan deməli bu velosiped yolu, bu avtobus yolu, buranı xəttə, buradan bir maşın yol bıraq. Yəni ən yaxşı halda epicentrin yerini dəyişirlər. Yəni burada tıxac varsa, bir gün deyirlər ki, siz buradan dönməyin, gedin 100 metr o tərəfdən döndük. Yəni epicentrin yeri dəyişildi. Problem həll olmadı ki. Problemi həll eləmək üçün o problemin kökünü bilməlisən. Əsaslandırmalısan. Bilirsiniz, bu söhbət boyu mən sizə dinləyə bunu bir neçə dəfə də demişəm müəyyən yoldaşlarla, abonentlərlə söhbətdə ki, bizdə xarici siyasətdə nə qədər hər şey ağıllı, məntiqli, o balanslaşdırılmış sözü var, aparılırsa, amma daxili idarə etmədə elə bir tam onun əksi çatışmazlıq var, problem var. Bayaqdan sadaladıq da, kənd təsərrüfatında, sənayeni də, humanitar sferanı da, hamısında var da bu. Bax, çox yaxşı yerə toxundunuz. Bax, xarici siyasətdə həqiqətən çox mükəmməl bir komanda var. Mən Ceyhun Bayramov sözünün həqiqi mənasında bu son təyinatlarda məni təəccübləndirən kadrlardan biridir. Çox mükəmməl oynayırlar. Ümumiyyətlə, Hikmət Hacıyev, o komanda ümumiyyətlə gözəl. Yəni, biz əyalət səviyyəsində, bəli, əyalət səviyyəsində xarici siyasət kursu yoxdur. Yəni, elə bir ki, 100 illik bir dövlətin, oturuşmuş bir dövlətin siyasətini yürüdürlər. Özə ən ziddiyyətli bir bölgədə və deməli, ən konfliktli, bəli, dünyanın bugün ən böyük deməli, konfliktli problemi var. Bugün siz İranda baş verən hadisələr və Rusiya-Ukrayna savaşı. Və biz o konfliktin ortasında, o cümlədən biz 44 günlük savaş deyirik, əskərimiz qədər xarici diplomatiyada vacib bir rol oynadı. Diplomatik dəstək, o kəmər bizim deməli, o qədər vacib bir məsələ idi. Ordunun gücü qədər də xarici siyasətimiz bizim o qələbəmizdə rol oynadı. Yəni, mükəmməl bir komandadır və bəzən adamı təəccübləndirir. Ən ziddiyyətli bir məqamda Fransadan, Rusiyadan, İranla ən ziddiyyətli iplərin deyirsən, iplər qopdu. Elə gözəl tatlıya bağlayırlar ki, adam təəccüb edir ki, bunu necə apardılar, tatlıya bağladılar və münasibətləri normallaşdırdılar. Və xarici siyasət necə mükəmməl bir komanda şəklində deməli, hədəfləri bəlli, dünyada gedən siyasi prosesləri doğru oxuyurlar. Mükəmməl bir oxuyurlar ki, proseslər hardan başlayacaq, harda dayanacaq. O necə belə mükəmməldirsə, iqtisadi komanda, daxili siyasət o qədər xaosun içindədir. Və vahid idarəçilik deməli yoxdur, koordinasiya yoxdur. Təşəbbüskarlıq yoxdur. Xalqın dilindəndirsə, Allah umuduna gedir. Yox, bilsiz, təşəbbüskarlıq olmalıdır və nailiyyətin təməlində tək elm də yetmir, tək ingilis dili də yetmir. Birinci yerdə dayanır ənənə, təcrübə, elm, innovasiya. Bunlar vahid orqanizm kimi çalışmalıdır. Təməldə ənənə var, istehsalat təcrübəsi var. Heç bir təcrübəsi olmayan adamların təyinatından, menecer təyinatından, yəni yaratdığı fəsadlar etiraf olunmalıdır. Və ictimai müzakirələrə getməlidir. Bu bizim dövlətimizdir. Bizim istədiyimiz nədir? Bizim dövlətimiz daha güclü olsun. Biz Cənubi Qafqazın həqiqi mənada lider dövləti olmalıyıq. Biz Cənubi Qafqazın və Rusiyanın zəifləməsi fonunda, o cümlədən də Şimali Qafqazın hərbi, siyasi, iqtisadi təhlükəsizliyinin təminatçısı kimi çıxış eləməliyik. Bizim o potensialımız var, bizim o gücümüz var.
Biz bugün 50 milyonluq bir Azərbaycanın göz dikdiyi bir ölkədə yaşayırıq. Biz 10 milyondan sorumlu deyilik ki. Biz 50 milyondan sorumluyuq. Bugün biz Rusiyada yaşayan Azərbaycan deyəndə tək biz buradan Azərbaycandan gedən Azərbaycanı nəzərdə tutmamalıyıq. Gürcüstan Azərbaycanlısı var, Dağıstan Azərbaycanlısı var, Qazaxstanda yaşayan, Özbəkistanda yaşayan Azərbaycanlılar var. Rusiyanın özündə deməli vətəndaşı olan 50 ildir, 40 ildir orada yaşayan, oranın vətəndaşı olan Azərbaycanlılar var. Güney Azərbaycanda yaşayanlarımız var. Biz güclü olmaq zorundayıq. Və bu gün də narahat eləyən məqam nədir? Sanki hansısa bir xətt Azərbaycanı yoxsullaşmağa aparır. Azərbaycan vətəndaşını elə bil ki, qəsdinə durub ki, onu yoxsullaşdırsın. Söhbətimiz çox maraqlı getdi və mən yekunda düşünürəm ki, fikri ona yönəldək. Məncə bu məsələdə, indi siz deyə mən də necə deyirlər, bir yolunu axtarıram, sanki özlüyümdə bir cavabını axtarıram. Məncə burada əsas məsələ o ideyadır. İdeoloji tərəfdən işin qurulmağıdır. Axı, etiraf eləyək ki, o da bizdə axsayır. Bütün bu çatışmazlığın elə kökündə əslində o dayanır da, yəni ideyasızlıq dayanır və ideoloji xəttin də zəif olmağı dayanır. Sovet, indi biz söhbət boyunda bir neçə dəfə Sovet dövründə müqayisə apardıq. Etiraf eləyək ki, o dövrdə hər şey heç də pis deyildi də. Biz yaxşı tərəflərini də danışdıq. Saxta idi, pafoslu idi, nə bilim, başqa bir məcrəyə yönəldirdi, amma bir ideologiyası var idi dövlətin. Bugün təəssüf ki, 35-ci ildə təkrar müstəqilliyə çıxmışıq. Ölkənin bəlli oturuşmuş bir ideologiyası yoxdur. Biz dövlət sistem qurulmalıdır təbii ki, ya örnək götürməliyik kimisə, təcrübələrdən, ondan kəsib buna verək, bundan kəsib onun səlahiyyətini artıraq. Yəni dünya gör-götür dünyasıdır da. Əlbəttə, onun üçün bir inkişaf eləmiş bir konsepsiyanı götürüb, üstlərində işləyib, cəmiyyətə tətbiq eləmək olardı. Amma görünür ki, bunu hansısa qüvvələr istəmir ki, Azərbaycan güclü olsun, Azərbaycan vətəndaşı güclü olsun. Bizə islahat deyəndə vətəndaş cəmiyyətinin və vətəndaşın güclü olmasından söhbət getməlidir. İslahat buna xidmət eləməlidir. Amma bizdə çox təəssüf ki, islahat deyəndə daha da mərkəzləşmə yolunu seçdilər. Bax, bu gün rayon icra hakimiyyətinin vəzifəsi nədən ibarətdir? Səlahiyyəti nədən ibarətdir? Hərəkət edən təkərin arabanın təkərinə çomaq soxmaqdır. Yəni, faktiki olaraq hamısı səlahiyyətsiz bir quruma çevriliblər. Get-gedə hər şey mərkəzləşdirilib. Təşəbbüskarlıq əldən alınıb. Yəni, siz o təşəbbüskarlığı əldən almaqdan ya korrupsiya falana qarşı mübarizə aparmaq mümkün deyil. Siz vətəndaşı güclü olan cəmiyyət, vətəndaş güclü olan da o cəmiyyəti nizamlayır. Yəni, Azərbaycan cəmiyyəti o qədəm fağır, zəif cəmiyyət deyil ki, hamı onun haqqını alsın. Sadəcə olaraq, vətəndaş kimsəsizdir, vətəndaş arxasızdır ki, onun hər yoldan keçən məmur onun haqqını yeyir. Əgər biz korrupsiyanın qarşısını almağın bir yolu dövlətsizləşmədir. Dövlət bir oyunçu kimi mərkəzdən çəkilməlidir. Vətəndaşın gərəkliyi faktoru Dövlətsizləşmə getməlidir. Biz sadələşmə getməlidir. Hər şey mürəkkəbləşdirilir. Hər şey Avropanın o çirkin bürokratiyasını daşıyıb gətiriblər Azərbaycana. Biz bugün xalqın səsi kimi, xalqın dili kimi burada göründük. Biraz belə böyük gürültülü çıxmasın. Və bunu da xoş niyyətlə elədik ki, bayaqdan bəri deyirik, nə qədər şeylər vardı, onlar təhlil olunmalıdır, müzakirəsi getməlidir. Biz imkanımız daxilində bunu müzakirə elədik. İndi növbə hakimiyyətdəkilərindir. Ümid eləyək ki, ən azından indi o əskiklik olmaz. Hər halda bizim də bu söhbətdən nəyisə eşidib götürsələr bir fayda var. Yəni konkret bizim deyəndə bizim kimi adamların, bizim kimi müstəvidə gedən yerlərin, çünki mən şəxsən özüm öz payımı deyirəm ki, bir ağıllı adamı yaşından, mövqeyindən asılı olmayaraq sözünü dinləməyə hazıram. Niyə? Çünki ondan da nəsə öyrənəcəyimiz bir şey var. Biz əslində bu qeybət deyil, bu danışdığımız sözün mənası odur ki, biz heç olmasa müəyyən qədər
xalqımızın problemlərini, cəmiyyətin problemlərini yuxarıya çatdırmaq imkanımız olsun. Yəni çox arzulayardıq ki, bu mövzular müzakirə olunsun, araşdırılsın və cəmiyyətin uğur konsepsiyası tapılsın. Bizim əsas hədəfimiz hakimiyyətin Yəni biz yalnız problemdən danışmadıq bugün, həm də onun bir düsturunu da verdik ki, əslində nələrə diqqət Biz yetirsinlər. hakimiyyətin əsas proqramı, islahat dediyi nəsnənin adı, hər şey ona xidmət eləməlidir ki, vətəndaşın uğur hekayəsi yaransın. Dövlətimizin uğur hekayəsi yaransın, uğur əldə eləyək. Vətəndaş olaraq, yəni vətəndaş, insan yaşasın ki, dövlət yaşasın. Bunun da təməlində vətəndaşın canını alıb dövləti güclü eləmək mümkün deyil. Bunun da təməlində ədalət dayanır. Ədaləti də təmin edən şey həm də məsuliyyətdir. Onlar təmin olunsa, o dediklərinizin hamısı inşallah ki, həyata keçər. Biz diasporadan çox ciddi işləməliyik. Azərbaycan əsilli, çox kifayət qədər imkanları olan insanlar var. Özə xoşbəxtlik ondadır ki, onlar bizim bölgələri təmsil edirlər. Bölgələrdən getmiş kasıb insanlar olublar zamanında və bu gün kifayət qədər imkanlar var. Və onların cəlb olunması, bölgələrin qalxınması birinci oradan başlamalıdır. Biz o insanları inandırmalıyıq. O insanların çoxu bu ölkədən küsüb getmiş insanlardır. Burada dəfələrlə təqiblərə məruz qalmış, deməli, süni problemlərə məruz qalmış insanlardır. Biz birinci dövlət olaraq onları inandırmalıyıq ki, bura təhlükəsiz məkandır, bura sizin vətəninizdir və onlardan bağlı yeri gəlsə xüsusi qanunlar qəbul olunmalıdır. Onların toxunulmazlığı dövlət səviyyəsində təmin olunmalıdır. Bilirsiniz, dünyada belə bir investisiya yoxdur. $300 borc alıb Moskvaya gedib, 10 ildən sonra 3 milyonla qayıdır. Dünyada belə qazanc verəsən, ekologiyanı korlamayıb, təbii sərvətinə dəyməyib, nə bilim, qazını işlətməyib, suyuna dəyməyib. Havadan sağ 3 milyonlardan pul gətirir. $200 getmiş, $300 getmiş, 3 milyonla qayıdıb. Harada belə bir investisiya var? O adamlar xüsusi qanunla qorunmalıdır. O hər bir yoldan keçənin yeminə çevrilməməlidir ölkəyə gələndə. Hansı bir məmurun, kiçik məmurun, böyük məmurun fərqi yoxdur. Mənə elə faydalı bir söhbət oldu və indi qalanı artıq o aidiyyatı, necə deyirlər, qurumların və bütövlükdə həm də cəmiyyətin üzərinə düşən işdir ki, cəmiyyətin də fəallığı lazımdır. Təşəkkür edirəm yaratdığınız şəraitə görə. Zəhmət çəkdiniz, gəldiniz. Mən sizə təşəkkür edirəm, tamaşaçılarımıza təşəkkür edirəm. Hardasa bir faydamız olsa, xoş bizə. Əziz izləyicilər, beləliklə daha bir söhbətimiz sona yetdi. Verilişlərimizə baxıb kanala abunə olmağı, fikir və təkliflərinizi yazmağı unutmayın. Sağ olun, Allah'a əmanət.